Yumuşaq, dadlı, ləzzətli pirajkilərinizin olmağını istəyirsinizsə, onda videoya diqqətlə baxın. Lazım olan ingredientləri postun aşağısında dəqiqliklə qeyd edəcəm. İlk öncə kartoşkaların qabığını soyub, qaynadıram və onun suyunu kənara atmıram. Çünki xəmirdə bizə lazım olacaq. Sonra isə kənarda un, duz, droj və şəkər tozunu, bir də suyu qarışdırıb kənara yerləşdirib acıması üçün gözlədirəm. Droj acıdıqdan sonra ona biraz duz əlavə edib kartoşkanın suyu və hazır olunmuş droju əlavə edib yaxşıca yumuşaq xəmir yoğururam. Onu da qeyd edeyim ki, sonda toparlanması üçün intizar günəbaxan yağlarından istifadə etdim. Xəmirim əla acıdıqdan sonra təqribi 1 saata tam acıyır. Kündələrə ayırıram və gördüyünüz şəkildə pirajkilərimi hazırlayıram. İriliyi və xırdalığı sizin zövqünüzə əsasən təyin olunur. Yəni siz hansı şəkildə istəsəz eləyə bilərsiniz. İntizar günəbaxan yağlarını bir qazana əlavə edib tam qızdırdıqdan sonra pirajkilərimi yaxşıca qızardıram. Göz haqqınızda halal eləyin. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.